Bu tip videoları qaçırmamaq üçün kanalımıza abunə olun. Çünki Azərbaycan üzrə hava proqnozu sizə təqdim olunur. Bugün ölkə ərazisində hava şəraiti ümumilikdə dəyişkən və maraqlı keçəcək. Səhər saatlarında bəzi bölgələrdə yüngül duman müşahidə oluna bilər. Bu da xüsusilə avtomobil sürücülərindən daha diqqətli olmağı tələb edir. Günəş tədricən özünü göstərdikcə hava açılacaq və gün ərzində temperaturun yüksəlməsi hiss olunacaq. Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Günün birinci yarısında günəşli hava üstünlük təşkil etsə də gün ortadan sonra buludluluq arta bilər. Arabir güclənən şimal-qərb küləyi hiss olunacaq. Temperatur səhər saatlarında 12-14 dərəcə, gün orta saatlarında isə 18-22 dərəcə arasında dəyişəcək. Axşam saatlarında isə hava bir qədər sərinləşəcək. Şimal bölgələrində Quba-Qusar və Xaçmaz ərazilərində səhər saatlarında dumanlı hava üstünlük təşkil edə bilər. Gün ərzində isə hava açılacaq, lakin bəzi dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı var. Temperatur 15-19 dərəcə arasında olacaq. Qərb bölgələrində Gəncə, Qazax və ətraf rayonlarda hava əsasən sabit və mülayim keçəcək. Gün ərzində günəşli hava üstünlüyü təşkil edəcək, lakin axşam saatlarında buludların artması mümkündür. Temperatur 20-24 dərəcə arasında dəyişəcək ki, bu da açıq hava fəaliyyətləri üçün olduqca əlverişli şərait yaradır. Cənub bölgəsində Lənkəran və Astara istiqamətində hava bir qədər rütubətli olacaq. Gün ərzində arabir yağış yağacağı ehtimal olunur. Bu bölgədə temperatur digər yerlərlə müqayisədə bir qədər aşağı olacaq və 16-18 dərəcə civarında dəyişəcək. Dağlıq və dağətəyi rayonlarda isə hava dəyişkən olacaq. Gün ərzində qısa müddətli yağış və hətta bəzi yüksək ərazilərdə zəif dolu ehtimalı da istisna edilmir. Bu bölgələrdə temperatur 10-15 dərəcə arasında dəyişəcək. Ümumilikdə 14 aprel günü Azərbaycan üzrə hava şəraiti yaz fəslinin tipik xüsusiyyətlərini özündə əks etdirəcək. Günəşli və buludlu anların bir-birini əvəz etməsi, bəzi bölgələrdə qısa müddətli yağışların olması günə xüsusi dinamika qatacaq. Bu səbəbdən gününüzü planlaşdırarkən hava şəraitini nəzərə almaq, xüsusilə açıq havada uzun müddət qalacaqsınızsa ehtiyatlı olmaq tövsiyə olunur. Sonda isə qeyd edək ki, belə dəyişkən hava şəraiti insan orqanizminə də təsir edə bilər. Buna görə də geyim seçiminizi hava şəraitinə uyğun edin və gün ərzində özünüzü rahat hiss etmək üçün hazırlıqlı olun